Ümumiyyətlə biz Ramazan ayı ilə Zilhiccə ayını müqayisə etsək, fikir verin Allah Azza və Cəllənin hikmətinə, o şəriətində, əhkamlarında olan nizama fikir verin. Demək olar, eyni proses gedir. Ramazan ayına xas əsas ibadət hansıdır? Oruc. Hansı ki, İslamın 5 rukunundan birisidir. Yəni, İslamın 5 rukunundan birisi Ramazan ayında edilir. Ramazan orucu. İndi Zilhiccəyə fikir ver. İslamın o biri rukunu, həc ibadəti Zilhiccə ayında edilir. Ramazan ayında ilin ən xeyirli gecəsi var. Qədir gecəsi. Zilhiccə ayında ilin ən xeyirli günü var. O da Ərəfə günü. Ramazan ayının son 10 gününün, yəni gecələri ki var, ən əfsəl gecələrdir. Qədir gecəsinə görə. Lakin gündüzlərə nisbətdə yenə də Zilhiccə ayının ilk 10 günü ilin ən əfsəl günləri sayılır. Ramazan ayında Allah Azza və Cəllə elə bir hökmlər qoyub ki, müsəlman həm də digərlərini düşünür. Məsələn, fitrə sədəqəsi. Zilhiccədə də var, o da nədir? Qurban ibadəti. Deməli, Ramazan ibadət dolu bir ay və sonu nə ilə tamamlanır? Müsəlmanın bayramı. Zilhiccənin ilk günləri, ibadət dolu günlər, sonu nə ilə tamamlanır? Müsəlmanın bayramı. Eyni proses gedir.